Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə ingilislərin Qoğal Oğlan adlı nağılını danışacağam. Çox qədim zamanlarda yaşlı bir nənə evində şirin qoğal bişirməyə hazırlaşırdı. Qonaqları gələcəkdi. Nənə onlara həmişəki kimi çox sevdikləri qoğaldan bişirəcəkdi. Un, yağ, qatığı, şəkəri qarışdırdı. Xəmiri yoğurub qoğalları kəsib hazır elədi. Onları sobaya bişməyə qoyandan sonra qabın dibində biraz xəmir qaldığını gördü. Həmin gün nənənin kefi kök idi. Qalan xəmirdən uşaq şəklində qoğal hazırladı. Ona kişmişdən gözlər qoydu. Xırda albalıdan düyməli köynək düzəltdi. Sonra da şirin qoğala portağal qabığından gülümsəyən bir ağız qoydu. Bütün qoğallar bişəndən sonra nənə oğlan şəklində olan qoğalı da sobaya qoydu. Ardından 20 dəqiqə keçdi. Şirin qoğalın bişdiyini görən nənə sobanın qapısını açanda hələ qabı çıxarmağa macal tapmamış oğlan şəklindəki qoğal sobadan sıçrayıb çıxdı. Qoğal oğlan cəld sobadan tullandı. Üstəlik açıq qapıdan yola qaçdı. Necə yəni? Qoğal oğlan qaçacaqdı, nənə də oturub baxacaqdı. Əlbəttə ki, o qoğal oğlanın dalınca düşdü. Nənənin qaçdığını görən baba da onların dalınca qaçmağa başladı. Ən qabaqda qaçan qoğal oğlan həm qəhqəhə çəkib gülür, həm də qışqırırdı. Gəlin, gəlin! Nə etsəniz, yenə də məni tuta bilməyəcəksiniz. Mən qoğal oğlanam. Nənə ilə babanın yolda qaçdığını görən evin sadiqiti də onların dalınca götürüldü. Heç belə şey olarmı ki, it qaçsın, evin pişiyi də durub baxsın? Pişik də yerində dayanmadı. Cəld qaçanların dalına düşdü. İndi lap qabaqda qoğal oğlan, dalınca nənə, onun dalınca baba, daha sonra itlə pişik qaçırdılar. Qabaqda qaçan qoğal oğlan isə şaqqanaq çəkərək "Əlinizdən gələni edin, mənə çata bilməyəcəksiniz, mən qoğal oğlanam" deyə bağırırdı. Bir az sonra bir-birini təqib edən bir qəribə dəstə əkin sahələrinin yanına çatdı. Örüşdə otlayan ala inək də qaçanların arxasınca götürüldü. İnəyin qaçdığını görən at da dörd nala yortmağa başladı. Amma hər şey boş yerə idi. Heç biri qoğal oğlana çata bilmirdi. O isə qəhqəhə çəkərək gülür və qışqırırdı. Hə, nə qədər qaçsanız da, qaçın, onsuz da məni tuta bilməyəcəksiniz. Mən qoğal oğlanam. Qoğal oğlan və onu qovalayanlar samanlığın yanından keçəndə yem tapmaq üçün eşələnən toyuq və uzanıb özünü günə verən donuz da qaçmağa başladılar. O birilər kimi bunların da məqsədi nənədən qaçmağa çalışan qoğal oğlanı tutmaq idi. O isə hamıdan qabaqda qaçır və qəhqəhə ilə gülürdü. Cəld olun, biraz da sürətlə qaçın. Onsuz da mənə çata bilməyəcəksiniz. Mən qoğal oğlanam. Nəhayət qəribə karvan yenə ən qabaqda qaçan qoğal oğlan, onun dalınca nənə, sonra baba, ondan sonra it, itin dalınca pişik, ala inək, at, sonra toyuq və ən axırda da donuz bir çayın qırağına çatdılar. Sobadan çıxandan bəri dayanmadan qaçan qoğal oğlan çay görəndə ilk dəfə ayaq saxladı. Kömək edin, mən bu suyu necə keçim? Deyə bağırdı. Bu vaxt otların arasından bir tülkü göründü. Mən sənə kömək edərəm. Səni çayın o biri tərəfinə keçirə bilərəm. Tülkü qoğal oğlanı belinə oturdub suda üzməyə başladı. Bir az sonra qoğal oğlan gördü ki, ayaqları suya dəyir. Ayaqlarım ıslanır. Qoğal oğlan qorxub qışqırdı. Hiyləgər tülkü də elə bu anı gözləyirdi.
Onda boynum açıq. Tülkü çayın biraz da dərin yerinə girəndə qoğal oğlan yenə qışqırdı. Ayaqlarım yenə islanır. Elə isə burnumun ucuna yaxınlaş. Ağzı sulanan tülkü iştah ilə dilləndi. Qoğal oğlan hiyləgər tülkünün burnunun ucuna çatanda o ləzzətli qoğalı bir dəfəyə uddu. Beləcə nənə, baba, it, pişik, inək, at, toyuq və donuz əliboş geri qayıtdılar. Amma yaxşı ki, evdə bir məcməyi dolu şirin qoğal onları gözləyirdi. Hamısı qarnını yaxşıca doydurdu. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.